Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Ben Gülüş. Günləri başlıqda gördüğünüz kimi tətil vlog paylaşıram və düşünürəm ki, yolla biri bitişdir. Baxacağım vəziyyətə qısa olsa bitirəcəm. Olmasa ayrı-ayrı paylaşacağım. Ben normalde biz saat 7'də çıxmalıydıq və hal-hazırda saat 8-ə qalıb 20 dəqiqə. Mükəmməl. Deməli, gedirik həmişə getdiyimiz yerə, çünki ora artıq bizim məkanımız olub. Deyə bilərsiniz ki, niyə ora? Çünki ora bizim artıq məkanımız olub. Ora dediyim indi görəcəksiniz, təxminlərinizi alaq. Bəli, maşınla gedəcəyik. Xuluyam, biz şey xul olanda yenə də deyirəm, özümdə olmuram. Ona görə ümid edirəm ki, başa düşürsünüz. Kim gedirik deyə soruşsanız təxminlərinizi gözləyirəm. Biz gedirik, Səyidgil gedir, xanım gedir, Yumla gedir. Çox bir şey hazırda ağlıma gəlmir. İndi çıxacağıq çöldə, yemək yeyəcəyik və çıxacağıq. İnşallah görək nə vaxt çıxırıq. Gözümdən tökülür, 2 saatlıq yuxu yatmışam və görürsünüz də gözlərimin altına falan. Bir də ki, indi xanımla akım çəkəcək. O belə vurub. Nəsə akım var. Ümid edirəm ki, yadımdan çıxmadı hər şey dedim. Olduqca videonu çəkəcəm. Bay bay. Bəli, saat 4'də yatdıq, saat 4'də olduq. Ümid edirəm ki, işin yadımdan çıxmayıb. Son şeyləri götürəcəm. Bir dənə klok götürüm. Ayaqqabımı qoyum. Uşaqlar gəldik Səyidgilin yanına. Salam canım elə. Olar. Heyecanlıyım yenə. 30 dəfə geçə yenə heyecanlıyım. Bəli, uşaqlar məni yenə evə göndərdilər. Evdəki kondisionerlərə baxacağam. Dedim, niyə mən tək gəlim? Çünki mən nə vaxt evdən çıxıramsa, həmişə kondisioner açıq qoyuram və ona görə çox pis danlanıram. Bu da sönlüdür. Yoruldum. Bura baxaq. Orada qəşəng mahnılar önərin. Təzə yeni mahnılar kəşf etmək istəyirəm. Məsəl üçün bir dənə təzə mahnı kəşf etmiş və bütün günü dilimdədir. Nəfəsim kəsildi. Deyirəm ki, burada da heç bir şey yanlı deyil. Bura mansərtdir, mənim ad günüm olan. Bu da təmiz və inşallah ki, heç nə o risk aydınlamı yaşadım. Çamadandan gecə yığdım və yargıya baxa-baxa yığdım deyə. İnşallah ki, heç nə yadımdan çıxmıyor. Çıxaq da, öldüm, çox işlətdilər məni. Çıxırıq. Hamilin də bu şəkildə. Da maşınını bırak. Bura çox qəşəng, tam mahnı oxumalıq bir yerdir. Heç becərəmədik. Mükəmməl səsim var, bəli. Sevməyidir. Tulka götürək. Kolkan dudakların karşısında. Bu arada mən qaralmışam. Dəqiqə buram baxmayaq. Ağardım tezdən. Oraya gedəndə çoxlu qaralmaq istəyirəm. Uşaqlar, kombinimi bayaqlar göstərmədim. Qəşəng bu şəkildə oldu. Və indi isə çıxırıq çörə. Yatmağa çalışdım, yatmaq kimi bir şey oldu, amma nəysə indi maşında gözləyirik, geçsinlər, resepsiyondan falan həll eləsinlər. Ay, saçım zadım çox belə dağınıqdır. Səyidgil çöldə, bu saat çöl çox istidir deyilə, burada gözləyirik. Bəli, uşaqlar artıq çatmışıq, dənizdə fikirlərin. Zeko. Nədə? Qorxu nədir? Özümüz açıq qoymuşuq. Bu şəkildə görürsən. Ellərə dayanamazsın. Zərişdə. Hayka. Bəli, uşaqlar, zəriş gəlib. Sanım, qız eşiyim. İstirahət edəcəyik. Çox xoşbəxtlərim. İnşallah gedib bu şey yayılmadan inşallah. Aniden enerji gəldi. Yolda soruşsanız, yolda yatmağa çalışırdım. Harda nə vaxt ki yuxuya gedirdim. Durguzurdular. Bu rahat idi. Prosta şu yatmaq barəsində rahat değil. Artıq getdik. Həmqətim var. Şey deyə, yadımda bir dəfə də burada olanda şirkətini geçəcəyim. Ay, özüm görmürəm. Uşaqlar, biz artıq otaqlarımızdayıq. Keçən dəfə də gələndə otağımız bu tip idi. Giriş buradan idi və bura mənim tramvay yerimdir.
Bilənlər bilir, əgər əvvəlki tətil vloqlarıma baxmısınızsa, bunun olayını biləcəksiniz. Belə bir saat otaqdır. Bu şəkildə mənzərəsinə baxaq. Bəli, ona baxırmış. Bu şəkildə. İndi paltarımızı falan giyin, hazırlaşıb çıxacaq. Bir də bu şəkildə bir dənə belə qolbaq verildi. Bəli uşaqlar, indi isə düşürük ABD yemək yeməyə bu şəkildə. Hamı görsənir. Gələ Antepli, gələ Zət axşam gələ Azərbaycan və Türkiyə bayrağı var. Heç olmaz da. Bəli uşaqlar, indi qalxıram otelə. Çimməyə çox fikirləşmir. Hazırlaşıb Zaqalanlığa gedəcəm. Uşaqlar, mən hazırlaşdım. İndi isə düşürəm aşağıya və gedirəm. Uşaqlar, mən artıq evdəyəm. Mən özümü bildiyimə görə bilirəm ki, mən gec hazırlaşacağım. Ona görə hamıdan tez gəldim. İndi isə hazırlaşacağım. Hamama yerim çıxır. O birisilər deyəsən aşağıda Türk hamamına getdilərsə ya da qapalı havuza getdilər. Hələ baseynin bağlaması 1 saat, yeməyinsə başlanmasına 2 saat var. Görə neçə saat hazırlaşacaq. Və çox yandığımı deyirlər. Açığı özümü hələ hiss eləməmişəm. Çimim çıxım paltarımı geyinəndə danışarıq. Bəli uşaqlar, mən gəldim. Hazırlaşdım, elədim. İndi isə sizinlə bərabər biraz makiyaj edəcək. Bugün biraz daha şey olmaq istəyirəm, çünki axşam atamın ad günüdür. Kombinimi sizə göstərəcəm. Kombinim ağlımda qurduğum kombindir. Evdə yoxlamam. Gecə yatmamışlar və qurduğum kombin tam olaraq budur da, yəni. Nəsə o deyil, indi göstərəcəm sizə. Birinci hazırlaşmağa aksesuarlarla başlamaq istəyirəm. Dənizə girməmişdən əvvəl qulağımdakıları dəyişmişdim. İndi bunları dəyişəcəm təzədən. Bəli, xanım kömək eləyəcək. İndi sizə taxacağım aksesuarları göstərim. Mən taxmayacağam, daha doğrusu xanım taxacaq. İlk növbədə təbii ki də dünya səhvim. Bunu əslində çıxartmıram. Bunu əslində çıxartmıram. Prosta ki, suya girməmişdən əvvəl içində şey olduğuna görə çıxardıram. Bunu da çıxart. Bu ulduzlu səpini taxacağım. Qulağıma sırqaları kombosu eləyəcəm. Bugün səhər taxdığımı eləyəcəm. Əlimə bu şəkildə bu şəhməranı taxacağım. Şəhmaran. Gittin başı dönmedim, kaldım geçinemedim. Beni sevmeyi hiç denemedin. Taxdın? Üçü getmədi, amma bu ulduzunu taxmaq istəyirəm, amma bu ikisini çıxardamaram. Neyək? Heç olmaz qalsın. Bəli uşaqlar, aksesuarlarımı tam taxdım. Seplərim. Bu bilmirəm neyək. Və qulaqlarım. 15 dəqiqə vaxtımız, 15 dəqiqədən də bir az vaxtımız var. Oha! Niye bu kadar çok oldu? Zaten uçacak diye ucuzumuz aldı. Hiç highlight mı bırakmıştım? Görün ne kadar istifade edilmiş. Doktor derdim. Çıkartmasan gibi. Tehdit alıram çok. Bugün atamın ad günü olduğuna göre biraz özel makyaj. Ama özel. Biraz abartacağım. Kombinim bu şekilde oldu. Saçım nəsə elə bir o deyil, ayaqqabılarım bu şəkildə. Get-gedə öyrəşməyə başlayır, nəsə elə bir vibe alıram. Ayaqqabılarım da çox qəşəng oldu. Bu şəkildə. Uşaqlar bu şəkildə oldu. İşıqlar sönüb. Gözləyirəm ki, işıqlar yansın və video çəkim. TikTok çəkməyi. Çox qaranlıq və biraz çox qəribə düşürəm, iyrənc düşürəm. Usta telefonda biraz qaranlıq çək, amma qəşəng oldu. Və uşaqlar belə çox nəsə qarı görsənlər kombinim. Bu şəkildə ayaqqabılarım çox xoşuma gəldi. Məncə çox qəşəng uydu. İndi isə gedirəm yemək yeməyə. Dəniz gibi gördüm. Məmçi. Nələr də tapdınız? İstirab edir. Böyle oturmuşuq burada. Onda 10 ortam qeybət. Arxadan işıq vurur deyə üzüm qəribə görsənir. Kurum belə təsir eləmir. Mələk Şeylər. Bəli uşaqlar çoxlu şəkillər çəkdim, amma bir dənəsi də olsun içimə sinmədi deyirlər. Türkçə, Azərbaycan nə idi? Ürəyimcə olmadı. Saçım da çox şişib. Yandan sonrası saçım şişir. Qəşəng kombin qəşəngdir, amma şəkil çıxardamadım. Nə edəcəm bilmirəm, amma mən indi gedirik oturmağa konsertdə. Amma mən şəkil çəkməyə davam edəcəm, çünki normal bir şey çəkəmirəm. Çəkirəm. Nəysə, mən YouTube'a çəkilmək istəmədim. Bəli uşaqlar, indi buradayıq. Yarı partiya gedir namaz. Mələk bir dənə şəklimi çəkdi burada. Bir dənə çəksək. Bu ərazidə. Düşürgə çəkdirək. Gəl. Bəli, it var burada və mühasirə olmuş.
Relax. Biz itlərlə böyümüşük. Ve uşaqlar, indi isə kupada qalxırıq. Biraz özümüzü düzəltdik. Yok kunup yok kunup. Ne? Yok kunup. Hiçbir şekilde önce uşaqlar gəlmişik bura. Kızlar kaldı senmeye, kızlar senmeye kaldırır. Oğlanlar gelir bura. Emre Bey, İdmançısan, hansı idman dövülür? MMA. İdmana gidenler el kaldırır. 100 lira. Meleğiyle. Meleğ için bir tane daha geyit alırız. AirPods verdim. Euro, 5 euro. Aha, ilk gelen sayı inşallah. Hazırız. Gitti. Benim için getirirsin. Bir adet güneş gözlüğü. Gitti. İlk gelen. Stop. Stop. Adım. Çingiz Şükrü Kandaki iddialı. İlk gelen sayılır inşallah. Tek ilk gelen. Benim için getirirsiniz. Bir adet knopkalı telefon. Benim için getirirsiniz bir adet alışkan. Gitti. Aa, stop. Stop. Sizler için bir Stop, 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 stop. Bir adet premium binanın kartı. Stop, ne görev, adı neyse. Bunlar için. Ama orada bu şekilde qərarından düşüncədir. Hər bir şey yaşadık da yəni. Adı nədir bunun? Yuxu kimi. 500 insan. Uşaqlar biz qayıtdıq. Biabırçılıq elədilər. Oha. Tipimiz falan kayır. 20 yaşın var, 20 yaşında sen basın böyüdün. Salam. Hamımız qarı geyirmişik. Her şey işte de balacan. Ay, burası lokası. Nəysə, biz çox yorğun olduğumuza görə. Çox yorğun. Biz ən axırdayıq. Vay canımım. Musik. Bəli, bugün yorğun olduğumuza görə tez də deyil, saat 1 işləyib və qayıdırıq. 1 işləyib və qayıdırıq. Döy qapını. Qapı travmamız var bizim. Telefonum da işte.